Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının gecələrindən biri ki, Qədir gecəsidir. Mübarək, əzəmətli, böyük bir gecədir. Duaların qəbul olduğu gecədir. İnsanların bağışlandığı bir gecədir. Və ən əsası da insanların öz istəyi ilə müqəddəranlarının bir il ərzində təyin olunduğu gecədir. Yəni, mən öz istəyimlə Allahdan bir il ərzində necə olmağımı istəyirəmsə, mənim istəyim əsasında Allah Taala da məni o cür olmağıma belə deyək, o cür olmağıma Allah Taala təyin edir. Bir cəhətdən də Qədir gecəsi, yəni insanın öz qədrini, qiymətini bilməsi, tanıması, özünü dərk eləməsi. Qədir gecəsi əhya saxlanılmalıdır. Saxlanılması daha doğrusu yaxşı olar və Qədir gecəsində də xüsusi əməllər, zikirlər var ki, həmin gecəni oyaq qalıb o zikirlər, əməlləri yerinə yetirmək daha yaxşı olur. Və ən əsası da insanın Allahla öz arasında xəlvət eləməsi və danışmasıdır. Qədir gecəsindən əvvəl, yəni bu gecə başlamazdan əvvəl, biz hacətlərimizi, istəklərimizi istəməzdən əvvəl, bu gecəni əhya saxlamazdan əvvəl o dualarımızın da qəbul olmasına görə nə işlər görməliyik, bu çox mühüm bir məsələdir. Çünki insan o əzəmətli gecədə, o bərəkətli gecədə dualarının qəbul olmasını istəyirsə, Allahın ona nəzər eləməsini istəyirsə, onu bağışlamasını istəyirsə, gərək hazırlıqlı şəkildə gəlsin. Bir növ Allah hələ bir qonaq çağırıb, qonaq gedəndə də insan necə gəldi getmir, hazırlaşır, üstü başını təmizləyir, saçını darayıb, ətirlənir, çox gözəl şəkildə gedir. Bu üstü başı təmizləməyə hazırlıq necə olmalıdır? Elə Həzrət Peyğəmbər sallallahu aleyhi bir hədisində onu bizə göstəriş verir. Bu hədisi də biz bir vəzifə olaraq oxumağımız lazımdır ki, bilməyən insanlar bunu bilsinlər və Qədir gecəsindən səmərəli istifadə eləsinlər. Elə Həzrət Peyğəmbər sallallahu aleyh gözü buyurur ki, فَإِذَا طَلَعَ الْفَجْرُ نَادَى جَبْرَائِيلُ يَا مَحْشَرَ الْمَلَائِكَةِ الرَّحِيلُ الرَّحِيلُ deyir. Elə ki, Qədir gecəsi tamamlanır, yəni sübh vaxtı olur, dan yeri sökülür, sübh azanına yaxınlaşır. Həzrəti Cəbrail, vəhiy mələyi nida eləyər, çağırar ki, bütün mələkləri, ey mələklər, köç eləyin, köç eləyin. Yəni, daha sizin vaxtınız tamamlandı. Çünki tənəzzəlül mələikə, buranda Allah Teala buyurur ki, Qədir gecəsində mələklər nazil olarlar yer üzərinə. Və iş tamamlanandan sonra, yəni Qədir gecəsi tamamlanandan sonra mələklərə Həzrəti Cəbrail əmr edir ki, daha qalxın, köç eləyin. فَيَقُولُونَ يَا جَبْرَائِيل Həmin mələklər də Həzrəti Cəbraildən soruşurlar ki, مَا سَنَعَ اللّٰهُ فِي هَوَائِجِ الْمُؤْمِنِينَ مِنْ ümmeti Muhammedin sallallahu aleyhi və səlləm Bizim Peyğəmbərimizin ümməti ilə Allah necə davrandı? Onların hacətlərini yerinə yetirdimi? Hacətlərini, istəklərini qəbul elədimi? فَيَقُول Həzrəti Cəbrail cavab verir ki, أَنَّ اللّٰهَ عَزَّ وَجَلَّ قَدْ نَزَرَ إِلَيْهِمْ فِي هَذِهِ اللَّيْلَةِ Bəli, Allah Teala bu gecədə Həzrət Peyğəmbərin ümmətinə, Qədir gecəsində əhya saxlayan, öz istəklərini istəyən ümmətinə nəzər elədi, baxdı. Və ғəfərə ləhum və onlara hətta bağışladı. İlla ərbə, 4 şəxsdən başqa. 4 şəxsə Allah Teala baxmadı, onları bağışlamadı. Hələ hədisin bu yerində Həzrət Peyğəmbər ki, bunu nəql edir, danışır. Fəqilə ya Rasulallah, mən haqilail ərbə. Tez sahabələr soruşdu ki, ya Rasulallah, o 4 şəxs kimdir ki, Allah onlara nəzər eləmədi, onları bağışlamadı. Qalə, rəculən matə mudminə xəmri. Bir kişi ki, içkili halda, içki içər, tövbə eləməyə və ölə. İçkili halda ölə, şərab içən olar. 2. Və aqa valideyni incidən şəxs. 3. Və qatə ər-rəhmin, öz yaxın qohum əqrəbası ilə əlaqəni kəsən şəxs və məşabini
və bir də öz əqidə qardaşlarına qarşı, möminlərə qarşı qəlbində küsülü olan, kin bəsləyən şəxs. Deməli, 4 dəstə ondan ibarətdir. İçkili halda ölən, yəni bunun mənası budur ki, və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəh. Bu elə bir aydır ki, Allah bu ayı əzəmətli qərar verib, kərim qərar verib, şərəfli, şərafətli qərar verir və fəzzəltəhu alə şuhur, bütün aylardan üstün qərar verir. Bu ay barəsində, bu ay mübarək Ramazan ayı ki, hörməti qorunmalı bir aydır, hörməti saxlanılmalı bir aydır. İçki içən ki, bu aya hörmətsizlik edib, hətta ona görədir ki, Həzrət Peyğəmbər dövründə bəzi insanlar bu qaydanı pozduqlarına görə hətta hədd cəzası da təyin olunub olarsa, inşallah onlarla həm Ramazan ayının hörmətini sındırdıqlarına görə, həm də şərab içdiklərinə görə. Bu şərab içən insanlar Allah ki, bütün belə deyək, mələklərini nazil edib həmin gecədə insana görə, Qədr gecəsini təyin edib insana görə, öz rəhmətini nazil edib insana görə. Bütün bu şeylər hamısı insandan ötürü, amma insan da durub Allahın bu böyük, mübarək, bərəkətli ayına, kərim ayına hörmətsizlik edirsə, təbii ki, Allah Taala o insana nəzər eləməz. Və 3 məsələsidir. Bir də ki, 3 dənə məsələ ki vardır. Valideynin inciməsi. Bir də Allah demək istəyir ki, mənim qapıma gəlirsən bu gecədə, mənim ziyafətimi dəvət edib gəlirsənsə, birincisi budur ki, öz valideyninin razılığına qazan. Onları incitmə. Əgər onları incitib gələcəksənsə, onlar səndən narazı qalacaqsa, onda mən də sənə baxmayacağam. Üçüncüsü də qohumları silə-i rəhm eləmək, qohumlarla əlaqəni kəsmək də səbəb olur ki, Allahın nəzərindən uzaq düşsün insan və bir də insanın mömin qardaşlarına qarşı qəlbində kin saxlaması. Bu 3-4 məsələyə diqqət olunsa və diqqətli olunmalıdır. Və ondan sonra insan demək olar ki, əgər bu məsələləri həll eləsə, valideyni razı salsa, kudurəti möminlərə qarşı qəlbindən çıxartsa, qoq məqbəbi ilə əlaqəni düzənsə, onda insan demək olar ki, Allahın ziyafətinə və xüsusi olaraq həzərətli bu gecəyə, bu qonaqlığa hazırlığı şirkətləri və bəzənmiş halda gəlir və Allah da inşallah həmin şəxslərə nəzər edir. Mübarək Qədr gecəsində, bərəkətli gecədə Allah Teala bizləri bağışlananlardan və hər bir istəyi, hacəti qəbul olan bəndələrdən qərar görsün inşallah.